Yuxudan oyanan kimi ilk 30 dəqiqə içində siqaret çəkirsinizsə, ya da gündə bir paçkadan çox siqaret çəkirsinizsə, ya da siqaret çəkməyəndə özünüzü gərgin, əsəbi, narahat hiss edirsinizsə, sizdə ağır nikotin asılılığı ola bilər. Yəni, siqaret çəkmək sadəcə bir vərdiş olmayıb, nikotin adlı maddənin yaratdığı bioloji asılılıqdır və bu asılılıqdan siz həkim dəstəyi və siqaret tərk etmə müalicələri vasitəsilə qurtula bilərsiniz. Yəni, bildiyimiz kimi, siqaretin təsirindən orqanizmin oksigen təchizatı azalır, damarlar daralır, infarkt başda olmaqla bir çox ürək-damar sistemi xəstəlikləri, bir çox ağciyər və tənəffüs yolu xəstəlikləri yarana bilər. Eləcə də bir çox orqanın və ağciyər xərçəngi yarana bilər. Və siqaret çəkincə təkcə özünüz deyil, yaxınlarınızı da bu təhlükələrlə qarşı-qarşıya qoyursunuz. Belə ki, siz çöldə siqaret çəksəniz belə, siqaret tüstüsü sizin vücudunuza, paltarlarınıza hopur və dolayısıyla sizin yaxınlarınız da passiv siqaret içicisi kimi qəbul olunur. Nəticə olaraq siqaret çəkməyin, çəkirsinizsə siqareti buraxmağa çalışın. Əgər buraxa bilmirsinizsə, onda siqaret buraxma dəstək müalicələri üçün bir pulmonoloqa müraciət edin.